Həyat qısadır. Qısa olduğu üçün dəyərsizdir. Yəni dəyməz də bir çox şeylərə görə qanunu qaraltmaq, sevinmək, incitmək, incimək. Alimdən nəsihət istədi, iki şeylə, incitmə və incimə. Bunu eləyə bilsən çox böyük adamsın. O xırda şeylərə görə küsürsən, inciyirsən. Bunlar hamısı olur ki, sən çox əhəmiyyət versən əhəmiyyətsiz şeylər. İncimək, küsmək onu göstərir ki, insan kiçikdir, cılızdır. Müvəqqəti şeylər üçün adamları incitmək olmaz. Dünyanın hamısı bir insanın ürəyinə yox, atılan dırnağına dəyməz. Sənlə qəmləndirəsən nəyəsə görə. Bu baxımdan həyata önəm vermə, qısadır. Amma, bax bura diqqət etməyinizi xahiş edirəm. Amma axirət həyatına təsir baxımından dünya çox önəmlidir. Bir baxımdan qısadır, əhəmiyyətsizdir, Allah kiçildir dünyanı. Bir baxımdan mənim gələcək mənzilim burada müəyyən olunur.